billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnne hâzel Kur'an yehdi lilleti hiye egvam ve yubeşşirul mu'minînellezîne ya'melûne الصالحات أن لهم أجرا كبيرا وأن الذين لا يؤمنون بالآخرة أعتدنا لهم عذابا أليما صدق الله العلي العظيم. Peygamber Ali Peygamber'e sallallahu. Allahümme salli ala Muhammed ve ali Muhammed. Zikr olunan mübarək bu Qur'an ayəsi Qur'an-ı Kərimin İsra surəsinin 9-10-cu ayələridir. Ki Allah Teala bu ayələrdə buyurur: Mənim Peyğəmbərim insanlara çatdır. Həqiqətən bu Qur'an hidayət edəndir. Allah Teala Qur'an-ı Kərimin nə üçün nazil edir? İnsanları hidayət etməkdən ötəri. Bəqərə surəsinin əvvəlinə baxasınız. Bismillahirrahmanirrahim. Alif lam mim. Zalikal kitab la rayba fi hudan lil muttaqin. Alif lam mim. Bu kitabda heç bir şək şübhə yoxdur. Hidayət eləyəndir təqvalıları. Bəli, bu kitab hidayət edəndir. Amma çox da maraqlı burasındadır ki, həmən bu kitab hidayət eləyir. Amma kimi? Təqvası olanı, imanı olanı, əxlaqı olanı, ədəbi olanı, ərkanı olanı. Amma birdən bu sadalananlar bir nəfərdə olmasa, Qur'an onu hidayət eləmədir. Qur'an onsuz da nazil olur. Amma bütün qapıları öz üzünə bağladığına görə Qur'an onsuz nə olacaq? Zəlalat olacaq. Əcəb sözdür. Bir dənə Qur'andır. Qul huvallahu əhəd məsələn ayəsi. Birisin şəfadır, birisin rəhmətdir, birisinsə bəladır, bəli. İmam Əli əleyhissalam buyurur: Rubbə qariyul Qur'an fəl-Qur'anı yəl'anu. Ola bilsin, bir dəstə qari Qur'anlar olsun ki, onlar Qur'anı oxuyan vaxtı Qur'an onlara lənət olsun. Çox belə ağır bir dənə məsələdir. Nə üçün, nə vaxtı Qur'an lənət oxuyur? Məsələn, Qur'an deyir ki, şərab içmə, amma bu şərab içməklə məşğuldur. Əgər Qur'anın ayələrini tapdalayırsa, hər hansı bir ayəsinə müxalif çıxırsa, əlinə Qur'anı götürüb oxuyursa, ən azından həmən ayə buna lənət oxuyur. Namaz dəvət edirsə, orucda dəvət edirsə, həccə dəvət edirsə, yaxşı işlərə dəvət edirsə, iman gətirməyə dəvət edirsə, yoxsa bu əlini Qur'anı götürüb oxuyursa, Qur'ana zidd olaraq gəlib Qur'anı oxusa, Qur'an nə olacaq? Onsun zəlalətdən başqa bir şey olmayacaq. Amma əsas bəhsimiz budur. Əsas bəhsimiz budur ki, Allah Teala zikr elədiyimiz ayədə buyurur ki, həqiqətən bu Qur'an hidayət edəndir. Nəyə hidayət edəndir? Daha möhkəmə hidayət edəndir. Daha əqvəmə, daha üstünə, daha ali işlərə dəvət edəndir. Və yubəşşirul müminin. Və bu Qur'an müjdə verir, bəşarət verir kimə? Möminlərə. O möminlər ki, salih işlərlə məşğuldurlar. Və biz onlar üçün həqiqətən də həddindən artıq böyük əzəmətli mükafat hazırlamışıq. Böyük mükafat, böyük əcr onlar üçün hazırlamışıq. Əsas bəhsimiz elə bu ayənin barəsində olacaq. Sonra ardınca ki, gələn ayədə ki, zikr elədik 10-cu ayə. Amma o insanlar ki, ahirətə inanmırlar, biz onlar üçün işgəncəli əzab, ağrı verən əzab hazırlamışıq. Onları həmən bu əzab ahirətdə gözləyir. Bəhsimiz bundan ibarətdir ki, Qur'an-ı Kərim daha möhkəmə, daha əqvəmə dəvət edir. Alimlər ki, təfsir kitablarına müraciət edəndə bu əqvəm kəlməsinə deyirlər ki, ərəb dilində belə bir dənə bəhs var. Əfzələ təfsil babı. Əfzələ təfsil babı nə babdır ki, qardaş, həmən bu sərfdə, nəfdə həmən bu məsələni, həmən bu əfzələ təfsil babın müraciət edəndə adam ki, mədrəsə tələbələrinə aid olan bir şeydir, ərəb dilinə aid olan bir şeydir. Yaxşı, tərcümə öyrəsə dilimizə daha yaxşı. Möhkəm, daha möhkəm. Əla, ondan da əlası. Nə bilim, üstün və ondan daha üstünü. Hər hansı bir şey var, yaxşı bir şey var və ondan daha yaxşısına Allah Teala dəvət edir. Beləncə ki, Allah Teala əfzələ təfsil babından istifadə edirsə, daha möhkəminə Allah Teala dəvət edirsə, deməli, müqabil tərəfdə möhkəm var ki, Allah Teala daha möhkəminə dəvət edir. Görəsən, bu ayədə məsələ də bu cüradır. Elə əfzələ təfsil babına işarə eləməklə Allah Teala bizə başa salmaq istəyir. Yox, bu ayə elə ayədir ki, əfzələ təfsilin elə bir qaydaları burada keçərli deyil.
Bir dənə başqa bir şey deyim, ondan sonra gələcəksiniz. Məsələn, biz hamımız namaz deyəndə, niyyət eləyəndən sonra ki, şam namazı qılıram, məğrib namazı qılıram, qürbətən ilallah, ondan sonra nə deyirsən? Allahu Əkbər. Əkbər elə həmən əfzala təfsir babındadır. Allah tərcümə eləyəndə, lüğəti tərcümə eləyəndə daha böyükdür. Allah ən böyükdür, ən üstünüdür, ən belə madam ki, beləncidir, ən böyükdürsə, deməli, onun müqabilində bir böyük var, Allah ondan daha böyükdür, üstündür. Deməli, üstünü vardır ki, Allah Teala ən üstünüdür. Bu zirədə deyir, yox, Allahın müqabilində dayanmaq üçün bir varlığı yoxdur ki. Deməli, bu nədir? Bunun mənası nədir? Bir mənası budur ki, Xamneyə Allah Teala hifz eləsin, ömrün uzun eləsin. Buna təfsir verəndə deyir ki, Allah Teala vəsf olunmaqdan daha böyükdür. Allah bunu demək istəyir bizə. Yox ki, gələsən, Allahı müqayisə eləyəsən, müqabil tərəfdə nəsə var, Allah ondan daha böyükdür. Yox, Allah vəsf olunmaqdan, tərifdən, sənin zehninə nə tərif gəlirsə, nə vəsf gəlirsə, nə sifətlər gəlirsə, Allah Teala həmən bu gözəl sifətlərin, gözəl vəsflərin hamısından alidir, üstündür. Allah Əkbər deyəndə sən bunu nəzərdə tutursan. Allah Teala vəsf olunmaqdan daha üstündür. Mənim gücüm çatmaz ilahi səni vəsf eləyən. Çünki sən vəsfdən üstünsən. Sən buna şəhadət verirsən Allah Əkbər deməklə. Ki, həmən bu əfzala təfsir babı, həmən bu ayədə olmasına baxmayaraq Allah ki deyir, mən daha möhkəminə hidayət eləyirəm Qur'andan, möhkəm var ki, Allah Teala daha möhkəminə hidayət eləyir. Yox, Qur'anın müqabilində dayanacaq daha başqa bir kitab yoxdur. İndi səmavi kitablar, İncil, Tövrat, Zəbur, Allahın peyğəmbərlərinə nazil elədiyi sair suhuf, həmən bu suhuf möhkəm deyil, dedik, möhkəm idilər. Tövrat da möhkəm idi. İncil də möhkəm idi, o da ən möhkəm idilər. Səhifələr ki, sair peyğəmbərlərə nazil olmuşdu, onlar da möhkəm idilər. Amma öz zamanlarında. Öz zamanlarında onların müqabilində. İsa peyğəmbər gələn vaxt İsa peyğəmbərin nazil olan İncilin müqabilində dayanacaq başqa bir kitab yoxdur. Musa peyğəmbərə Tövrat nazil olanda Musa peyğəmbərə nazil olan Tövratdan daha möhkəmi, daha üstünü yoxdur. Elə bu cürədə bizim əziz İslam peyğəmbərindən Qur'an nazil olan vaxtı Qur'andan daha üstünü yoxdur. Qur'an ən, necə deyərlər, yəni üstünlüyə çatacaq bir şey yoxdur. Bu cürə tərcümə eləsə daha yaxşı olar. Qur'an elə bir dənə səviyyədədir ki, həmən bunun hidayət elədiyi üstünlüyün müqabilində başqa bir üstünlük yoxdur. Əsl tərcüməsi beləncə olmalıdır. Yəni, üstünlükdən, vəsf olunmaqdan daha üstün olan, nə zehni və gözəllik gəlirsə, həmən bu gözəlliklərdən daha möhkəmini Allah Teala dəvət edir. Allah Teala nəyə dəvət edir ki? Belə sadə şəkildə götürsək, aşağı səviyyədə də ensək ki, görəsən, Qur'an-ı Kərim bizi gözəlliklərə ki, hidayət edir, daha möhkəmlərə ki, hidayət edir. Həmən bu daha möhkəmlər nədir ki, Allah Teala bizi ona dəvət edir? Həyatın bütün sahələrinə baxsaq, görərsiniz ki, Qur'an-ı Kərim bütün şeylərin hamısının barəsində hökm nazil edir. Hər kəs deyir, Qur'an namazdır, orucdur. Ki, alimlərimizin biri ilə danışırdı ki, bir şeyə ön söz alırdı. Ki, dedi, həmən bu cümə namazının barəsində bir şey buraxılırdı. Həmən bizim məscidin qabağında qazinin sözünü də vurmuşdu ki, Allah Teala hifz edəsin, Mirqəs ağanı ki, onun ön sözünü götürüb məscidin qabağına vurmuşdu. Orada dedi ki, gedib deyərsin cəmaata, xutbələrinizdə də çatdırın ki, İslam düşmənliyi, İslamdan zərbə vurmaqdan ötəri neçə dənə addım atıb. Həmən addımlardan biri də budur. Namaz qılmaq lazımdır. Namaz yaxşıdır. Başlayırlar namazı sənsin tərifləyirlər. Elə tərifləyirlər ki, başqa yerdə bəlkə də həmən tərifləri eşitməsin, amma axırda gəlirlər deyirlər. Çıxma qırağa. Qırağa çıxarsan deyərlər, riya edirsən. Ged evdə tək təkinə qıl. Məndə cəmanın içərindən çıxırsan. Falan gəz buradadır. Gedib ondan namazdan sonra əl verib görüşəcəksən, onun sifətini görmə. Bir beləncə düzdür və bəsməsələr edirlər ki, sən gedib məsciddə cəmaat namazı qılmayasan. Amma Allah Teala demir namaz qıl. Namazı bərpa elə. Namazı bərpa elə nədir? Cəmaatla bir yerdə qıl. Cəmaat namazın bərpa olunmaqdan Qur'an-ı Kərim. Və əqimis salat. Namazı bərpa elə. Alimlər təfsir eləyəni deyirlər ki, cəmaat namazıdır. Nə üçün cəmaat namazı sair evdə tək qılınan namazdan üstündür? Nə üçün Allah Teala cəmaat namazının barəsində hədislərdə Peyğəmbər sallallahu vasitəsindən bizə çatdırır ki, cəmaat namazında adamın sayı 10 nəfərdən çox olsa, bütün məşələr qələm olar, bütün dəryalar mürəkkəb olar, bütün səmalar hamısı kağız olar, Allahın bütün mələkələri hamısı yazan olar, 10 nəfərdən çox olan cəmaat namazın savabını yazıb qutara bilməzdir.
O qədər Allah nə üçün? Bunun Allah bu qədər mükafatı nə üçün əcri savabı verir? Çünki burada daha möhkəmdir, daha üstündür. Səbəb nədir? Çünki gələcəksən, müsəlman gəlib burada bir olacaq. Bizim quruduğumuz, cəm olduğumuz məclislərin əsas səbəbi elə budur. Gələk bir olay, gələk cəm olay, gələk bir-birimizlə can deyək, can eşidək, düşman uzaqdan baxsın, bağlı çatlasın. Laf doğru kəlmələrlə desək. Və dırnaqları bilsin ki, bunlar nə oldular? Bir oldular. Bunlar, məsələn, gəldilər, mehriban oldular, səmimi oldular. Düşmənin arzusunu ürəkdə qoymaqda mütəlik. Ki, alimlərimizdən biri dedi, hətta əhl-i sünnə ilə, biz gəldik, İslam düşməni bizim aramızda fitnə saldı, dedi ki, əli açıq namaz qıl, o biri dedi ki, əli bağlı namaz qıl, biz bir-birimizlə deyir, bunu deyir, bəhs elədik, özü də o tərəfdən başladı plan cızmağa, bunlar bir-birindən bu cüzə dava eləsinlər, əli açıq yaxın, əli bağlı namaz qılmaq barəsində, mən necə eləyim ki, bunların əllərin kəsim, nə əli açıq namaz qıla bilsinlər, nə də əli bağlı namaz qıla bilsinlər. Odur ki, bəzən ayıq olmaq lazımdır, fitniyə aparacaq şeylərin ardıca düşməməlisən. Düzdür, haqqı bilmədən ötəri özün üçün sənin axtarmasan, araşdırmasan hansı əli açıq qılmaq düzdür, əli bağlı qılmaq düzdür. Bunu özün üçün axtarmasan, sən gedib ikisini də qıla bilmərsən. Şinni qardaşlardan biri vardı, dedi ki, Türkiyədə bir dənə təzə məzhəb çıxır. Sünni var, şiyə var da, belə deyil. Həmən məzhəbin adı Şinnidir. Demə, bu əcəb məzhəbdir, Şinni necə olur? Dedi, onlar deyir, güya hamısını cəm ediblər. Birinci gedirlər, başlarına məhz çəkirlər, sonradan gedirlər, yuyurlar. Ayaqlarına birinci məhz çəkirlər, sonradan yuyurlar. Güya ikisini də cəm elədilər. Amma girinci qalacaqsan, bu cür olmaz ki, bir-birindən, məsələn, bəzi şeylər var, orada ziddirlər. Yezidlə sən gəlib Hüseyni ikisini bir yerə cəm eləyə bilmərsən ki. Muaviyyə ilə Əli ibn Əbi Talibi sən gəlib bir yerə cəm eləyə bilməzsən ki. Necə bunlar ikisi də? Həmən söz ki, dedik ki, onların öz alimləri deyirlər, bizim ağamız Muaviyyə, Allah ondan razı olsun, bizim ağamız Əli ilə müharibə elədi, Allah ondan da razı olsun. Yəni, həmən bu fikrin əsasını qoyan adamlardırlar ki, cürbəcək adlarla, məzhəblər gözlərindən də həyata çıxartıblar, yaradıblar ki, adını da qoyurlar nə? Şinni, nə bilim nə, cürbəcək, gülünc adlar. Odur ki, ayıq olmaq lazımdır. Düzdür, sən özün üçün bilməlisən, haqq hansı tərəfdədir, batıl hansı tərəfdədir. Amma fitniyə gətirib çıxartmır. Özün üçün biləndən sonra haqq hansıdır, özün üçün bir dənə yol götürəndən sonra o birilərə da kafir demə. O biriləri də görəndə salam, salam. Ki, bir-birinizi qucaqlayın, bir-birinizi öpün, bağrınıza basın ki, düşmənin arzusu ürəyində qalsın. Deyir, cəmaat namazının sirri budur. Gələcəksən, baxacaqlar, görəcəklər ki, sən burada səmimisən, sən burada bir-birindən doğmasan ki, alimlərdən biri var idi, deyir ki, İslam Peyğəmbəri bir dəfə qoşun göndərdi. Müsəlman hökuməti, xilafəti qoşun göndərdi, kafir bir dənə dəstənin üstünə. İndi bunlar da gəliblər bir yerdə, indi qoşunun üstünə çatacaqlar. Düşmən qoşunun üstünə çatacaqlar. Gəldilər bir yerdə düşərgə saldılar. Düşmən qoşunun da casusları uzaqdan təpənin üstündən baxırlar bunlara. İndi bunlara az baxdılar, çox baxdılar, axırda gəldilər öz başçılarının yanına, öz sərkərdələrinin yanına, dedi ki, biz bunlarla döyüşə bilmərik. Dedi, nə oldu ki? Dedi ki, mən uzaqdan baxırdım, gördüm ki, onların başçısı atdan düşdü. Bunlar hamısı atdan düşdülər. Gəldi, deyir, başladı, suyu götürdü, üzünü atdı, cəmaat da üzlərini atdılar. Suyu əlinə belə atdı, cəmaat əllərinə belə atdılar. Sol əlinə atdı, cəmaat sol əllərinə atdı. Sonradan deyir, bu cürə deyir, bir-birlərin su ilə yuyandan sonra, əl üzlərin su ilə yuyandan sonra gəldi, deyir, bir nəfər qaldı qabaqda, o burlar da hamısı düzüldülər, onu da alacaq. Əyildilər, dəydi yerə, onları dəydilər yer, bilmirə namaz qılırlar. Sonradan deyir, bu da azmış kimi, misvak adəti ki var, İslamda müstəhərdir ki, həmən bu sərkərdə gedir dişlərini təmizləmək üçün ağacdan kəsir, dişlərini belə sürtür. Deyir ki, bu azmış kimi, deyir, getdi, deyir, ağacı kəsdi, başladı yeməyə, cəmaat da başladılar yeməyə. Deyir, bir nəfərin deyir, sözü ilə bunlar budur, otururlar, dururlarsa biz bunlara qalib gələ bilmərik. Yaxşıdır ki, biz bunlarla ya sülh eləyək, ya da deyək ki, biz sizin İslamınızı qəbul edirik. Bu cürə öz rəhbərlərinə, öz öndə gedənlərinə itaat varsa, bu cürələrdə birlik varsa bizim onlara gücümüz çatmaz. Cəmaat namazının sirri nədir? Elə birlik deməkdir. Gələcəksən, baxacaqsan, məsələn, həmişə cəmaat namazında iştirak edirsən, görürsən ki, məsələn, əziz qardaşlarından biri bir gündür yoxdur. Sabah üçün də gəlmədi, artıq maraqlanırsan, mənim bu qardaşım cəmaat namazına niyə gəlmir? Cəmaat namazına gəlməsəydi, sən onun xəstəliyin, onun problemin biləcəkdin, yoxsa yox, bilməyəcəkdin. Bəlkə də aylarla, kimsə gəlib sənə desəydi, biləcəkdin. Bəlkə də aylardan sonra, illərdən sonra deyəcək, filan vaxtda xəstələnmişdir. Mənim xəbərim olmayıb. Hardan xəbərim olacaq, gələ bir-birindən müsibət olsun, əlaqə olsun. Evin içərisində tək döyürsə, heç kəsin xəbəri olmayıb. İslam birliyi deyilir, İslam dəvət edir. Namaz qıl, amma bir olma.
Oruç tut, amma sadəcə olaraq ac qal, susuz qal. Acların fikrini eləmə. Həccə get, amma sadəcə olaraq, nə bilim, həcdə, namazda, orucu fikirdə. Həccin fəlsəfəsini fikirləşmə. Hətta bu da azmış kimi deyir, heç həccə də qoymurlar. Həccə nə üçün gedirsən, qonşuda ac var. Nə bilim, filan qohumun acdır. Acdar olan vaxtda həccə getmək olmaz. Qardaşım, razılaşdır ki, Mərəşi Nəcəfi Allah rəhmət eləsin, İslam aləmində, ümumiyyətlə dünyada barmaq sayı qədər kitabxana var ki, hər cürə kitab orada var ki, İslam dininə aid olan kitabların hamısını götürmüşdü, cəm eləmişdi. Mərəşi Nəcəfi eləmişdi ki, ölənə qədər həccə getmədi. Oğluna vəsiyyətnaməsində yazdı, gedə bilsən, pulun olsa mənim əvəzimə adam göndərərsən həccə. Ya özün gedəsən, ya da göndərərsən, pulun olsa. Olmasa da olmayıb. Dedi, mən həccə gedə bilmədim. Nə üçün həccə gedə bilmədim? Deyir, gedirdi o, kiraya oruç tuturdu, bir nəfər dünyadan gedib, namazı qalıb, orucu qalıb, icarəyə oruç götürür, namaz götürür, qılırdı, pulun alandan sonra gedirdi, həmən bu kitabdadır ki, bazarda satılırdılar, İngilisə satacaqdılar, nə bilim, cürbəcür, Yahudiyə satacaqdılar, həmən kitabları götürürdü, alırdı, gətirirdi, saxlayırdı, bu İslam mədəniyyətinin tarixidir, bunu bitirmək olmaz, bunu batırmaq olmaz, beləncə kitabları yığılmışdı. Bu getdi, həccə getmədi, getirdi, İslama xeyir verdi. Sən həccə getmirsən, aclar var, həccə getməyəcəm, qonşuya yaparıb kömək elədim, deyir, yox. Axı sən qonşunu bəhanə elədin, həccə də getmədin, aparıb həccin pulunu ona verdin, deyir, yox. Bəs onda nə üçün danışırsan ki, aclar ola həccə getmək olmaz? Qohumda ac var, aparıb pulu qonşu, qohumuma verdin, deyir, yox, eləmədim. Elə uzrə də acından dövməzsən, xəstədən dövdü. Bəziləri var da uzrə. Getdim bir qohumumdan pul köməkliyi eləmək istədim. Dedim ki, biraz kömək elə, qohumun ölürdü, atam da rəhmətə gələcək, bir sonra müalicə olunmasa, dedi ki, bu müalicə, mən baxıram ki, 70%, 80% bu sağalmayacaq. Mən bu qədər faizi çox olan, xəstəliyin faizi bu qədər çoxdursa, mən bura necə pul yatırım? Onsuz da öləcək dedik. Bu pulu bura qoymaq olmaz. Bəziləri bu cürə fikirləşirlər. Sabah sənin başına gəlsə, onda necə olacaq? Xülasə, İslamın həqiqətini aparmaq. Quran qalsın, amma Quran harada qalsın? Ölənlərin üçün Yasin oxutdurarsan, Ər-Rəhman oxutdurarsan, onda qalsın. Yoxsa gələrsən Qurana əməl eləyəsən, Quranın dəvət elədiyi daha yaxşı, daha möhkəm işlər ki var, onların ardınca mabadaya düşəsən. İslamın fəlsəfəsi, İslamın döyünən ürəyin, ruhun ondan ayrı belə çatdırmaq istəyirlər bizə. Quran evində qalsın, amma Quranı bir dənə bəzəkli parçaya büc, qoy qapının üstündə, səfərə gedəndə altından keçərsən. Gəlin közürdəndə altından 3 dəfə oturab tərəfə közürdərsən, göndərərsən qızı və ərəbinə. Düzdür, bunlar yaxşı adətlərdirlər, bərəkətdir. Səfərə gedəndə, nə bilim, gəlin göndərəndə, Quranın altından keçmək, Allah bu adəti qoyanları qəni-qəni rəhmət eləsin. Amma sən bununla kifayətlənmə. Bir dəfə əlivi atıb Quranın içərisindəkini oxudun ki, bu Quranın içərisində nə var? Axı Allah Taala bunu sənə nazil eləyib ki, sən hidayət olasan, daha möhkəmin ardıca düşəsən. Sən deyirsən, əlimi Quranın belini birdən qırırlar. Belə olmaz ki. Maraqlan, bax ki, Quranın içərisində nə yazılır? Quranın içərisində baxsan, görərsən ki, Quran doğrudan da daha yaxşılarına dəvət edilir. Həyatın bütün sahələrinə aiddir Quranın hökmləri. Təkcə namaz, oruc demir. Namaz, oruc, xumuz, zəkat, furuiddin, əmr bi məruf, nəhyəz münkər, 10 dənə maddə ki var, bunlar Quranın dəvət elədiyi şeylərdən bir hissəsidir. Şərii hökmlərdir və qeyri-şərii hökmlər də var. Yəni, ibadət, bir də muamilat bölməsi. Risalələrə baxın, biz ancaq risalədən ancaq ibadət bölməsini bəlkə də əksəriyyətimiz bilirik. Muamilat bölməsin, bu da dindir, onu da bizə Quran deyir. Necə borc verəcəksən, necə borcu qaytaracaqsan. Ki, qardaşlardan biri var, dedi ki, bu borcu alıb qaytarmaq barəsində ki, bəzən görürsən ki, yaddan çıxartırlar filan. Quran bizə başa salır ki, necə borc verəcəksən, necə borc alacaqsan. Borcu deyir, vermək yaxşıdır. Əgər sənə kimsə borc istəyirsə, qapından qaytarma. Sədəqədən də daha yaxşı budur ki, borc verəsən. Borc verəsən. Nəyə görə? Çünki sədəqə verəndə o adam səndən biraz aşağı səvir. Amma borc istəyəndə Peyğəmbər sallallahu da borc alırdı. İmam Əli əleyhissalam da borc alırdı. Amma borcu aldınsa, vaxtı oldu ki, aparıb qaytar yəsinir. Beləncə olmalıdır. Yaxud da məsələn, borcu necə vermək lazımdır, necə almaq, bundan başqa da şəriətin hökmləri var. Deyir ki, şahid gətir. Necə? Şahid gətirməlisən, onun qaydasını bizə deyir. Necə qız ərə verəcək, necə oğlan evləndirəcək. Bunlar hamısı daha möhkəmləridir. Ki, yaddan çıxartmışıq. Baxırsan, görürsən ki, televizorda danışırlar, boşanmalar başalıb gedir. Axı, sən Qur'anın qaydalarına uyğun olaraq qızı və ərə vermiş olsaydın, oğluvu evləndirsəydin, axı, bu boşanma olmayacaq. Nə üçün qədimdə bu cür olmurdu?
İndi baş alıb gedir. Səbəbləri bilirsiniz. Çünki sanki elə bir meyarlarımızı itirmişik. Allah Taala'nın Qur'anına əməl edirdilər ki, tərcə kasıb olar, kasıba deyir, ədabı varsa, əxlaqı varsa, ərkanı varsa, elmi varsa, şücaatı varsa, bu adam gedib ailəsini saxlayacaq. Nə olsun evi yoxdur? Məsələn, gedib saxlayacaq da bu adam balasıdır. Yox, bunun pulu yoxdur, verə bilmərəm. O bir tərəfdən adamlıqdan xəbəri olmayan bir dənə adam gəlir, nə var, maşını var, götürdü, qızın verdi, qızının həyatını alt üst elədi. İslam dini bu cürə demir. İslam dini daha yaxşısına dəvət edir. Nə ki, qızını deyir, kasıba yox, hətta deyir, qızın deyir, tay olmayan adama da vermə. Evlənən vaxtı deyir, əgər istəyirsənsə, bunlar ailədə xoşbaxt olsunlar, bir-birlərinə bab olan adamlar tapar. Çobanın birinə, məsələn də, qoyun oturmaqla məşğul olan birinə, namaz qılır, oruç tutur, imanlıdır, biraz da gözəl, biraz da əla. Bu bir tərəfdə bir dənə namaz qılan, oruç tutan qız var, məsələn, akademik səviyyəsində elmi var. Oxuyub, gətirib, deyirsən ki, mən iman niyə verəcəm? Bunların ailəsində bunlar bir-birinə bab deyir axı, bunlar bir-birlərinə tay deyirlər. İmam Hüseyn əleyhissalamın evinə elçi gəldi ki, dedi ki, qızlarından birini istəyirəm. Dedi ki, mənim bir dənə qızım var, o Allahda fəna olub, Allahın məhəbbətində sanki əriyib yoxa çıxıb, onu sənə verə bilmərəm. Amma istəyirsən ki, o bir qızımı sənə verə bilərəm. Amma böyük qızın gəlmişdi, həmən bu qızın gəlmiş. Dedi, o qız sənin tayındır, onunla sən bir yerdə yaşaya bilmərsən. Sən ona bab deyirsən, sən ona tay deyirsən. Odur ki, evlənən vaxtda tay tapmaq lazımdır. İslam dini evlənməyə qədər fikir verir. Deyir ki, evlənirsənsə gedib qızın varına, dövlətinə görə qapısına getmə. Qohumuna, əqrabasına görə getmə. Gözəlliyinə görə elçiliyə getmə. Nəyə görə? Vardır, dövlətdir, biraz sonra aradan geçsə nə olacaq? Xoşbaxt olacaqsan. Yaxud bu gözəllik biraz yaşa dolandan sonra aradan getdi, nə olacaq? Sən bu ailədə xoşbaxt olacaqsan. Peyğəmbər sallallahu buyurur, İyyâkum xadrauddimən. Təzə üstə, üzr istəyirəm. Heyvanın peyninin üstündə bitəndir, güldəndir, uzaq olun. Zibillikdə bitən güldən uzaq olun. Dedilər ki, ya Rasulallah, zibillikdə bitən gül bu nə deməkdir? Heyvanın peyninin üstündə bitən gül məqsədin nədir? Bir gözəldir, amma ailəsi fərqbaşlıdır. Gözəlliyinə görə gedib almır. Çünki sənin uşaqlarını kim tərbiyə edəcək? Həmən bu, ana tərbiyə edəcək. Baxın, deyəndə demirlər, ata da eyni dili danışır, ana da eyni dili danışır. Günlər qardaşlara dedim. Ata da eyni dili danışır. Məsələn, Azərbaycan dilində, ana da Azərbaycan dilində danışır. Nə deyirlər? Ana dili. Hətta ləhcəsinə qədər uşaq kimdən götürür? Anladım. Madəm ki, beləncidir, indi üstə gəl, sən uşağı məsələn yatanda görürdün səhər sağı, bir də getdin axşam sağı gəldin, uşaq harda oldu, kimin tərbiyəsi ilə böyüdü, ən çox güc kimin üstünə düşür? Madəm ki, ananın üstünə düşür, ana daha çox gözəl tərbiyə eləsə, elə ona görə deyə Peyğəmbər sallallahu buyurur ki, cənnət anaların ayağının altındadır. Bəziləri deyir ki, ananın ehtiramını saxla, cənnətə gedəcəksən, düzdür. Ananın ehtiramını saxlamaq lazımdır. Peyğəmbər sallallahu yanına biri gəldi, dedi, kimə hörmət edeyim? Bir ana var. Sonra kimə hörmət edeyim? Ana var. Sonra kimə hörmət edeyim? Ana var. Sonra kimə hörmət edeyim? Ata var. 3 dəfə ana deyəndən, düzdür, ananın ehtiramını saxlamaq lazımdır. Amma ehtiramdan burada söhbət getmir. Nədir məqsəd? Ananın ayağının altındadır. O deməkdir ki, ana uşağı elə tərbiyə edə bilər ki, uşaq cənnətli olsun. Yaxud cəhənnəmli olsun. Həmən hadisəni eşitməmiş olmarsınız ki, oğlunun birini gətirdilər, edam edəcəklər. Dedi ki, son arzun var, hakim məhkumdan soruşur. Dedi, var. Kimi gətirdilər? Nə istəyirsən? Anamı gətir. Anasını gətirdilər, ana da indi gəldi. Vallahi başqa dönər, ağlaya-ağlaya gəldi, bir ana yaxınlaş mənə, yaxınlaşdı. Bir dənə dilimi çıxartır. Vallahi dilimi nə inirsən? Öpmək istəyir sənə dilini. Anası da dilini çıxartır. Yaxınlaşan vaxtı diş vurdu, ananın dilini qopartdı. Tutdular, buna ki, birazdan öləcəksən, analınsan başına bu oyunu niyə gətirdi ki, mənim deyil, budur olmağıma. Səbəb kim oldu? Anam oldu. Necə oldu? Anam səbəb oldu. Uşaq vaxtı getdim, qonşunun hinindən bir dənə yumurta uğramışdım, gətirdim. Anam da götürdü, yumurtanı qızartı verdi mənə. Sabahçın gördüm ki, anam elə yumurtanı qızardır verir mənə, tavada pişirir verir mənə. Getdim, o bir yumurtaları doğradım, gəldim. Yəni də heç nə bilmədim. Sonradan gördüm, yumurtaları gətirəm, heç nə dedim, götürüm, toyuğu gətirdim. Biraz keçəndən sonra getdim, hində nə qədər toyuq, xoruzlardı, hamısını gətirdim. Sonra gördüm ki, bu qonşunun evində heç nə demədi, getdim kətdə baş. Gördüm ki, toyuq beləcə oğurluğunda yenə heç nə demiş, getdim başqa-başqa şeyləri oğurlamağa. Və bu günləri məşhur olur, mən bilətdə olmuşam. Anam dedi, bir dənə yumurtanı evə gətirəndə, mənə bir dənə bu dili ilə bir söz desəydi, mən deyib gedib oğurluq eləməyəcəkdim, acılasaydı. Mən bu sözü deməyəcəkdim. Bu şeyi eləməyəcəkdim, oğru olmayacaqdım.
Deməli, ana həddindən artıq adamda təsir qoyur, ata həddindən artıq adamda təsir qoyur. İslam dini nəyə dəvət edir? Necə ən gözəl ana olmaq olar? Onun qaydasını bizə öyrənir. Onun qaydasını bizə öyrənir. Hətta deyir ki, ata deyir, uşaq dünyaya gəlməmişdən qabaq, hansı şeyləri yesin ki, uşaq sağlam dünyaya gələcək? Hələ nütfə bellərinizdə tutulmayan vaxtı, sürüklərdə tutulmayan vaxtı Allah Teala deyir ki, gelin halal yiyin. Halal yiyin ki, nütfələrinizdən dünyaya gələcək uşaqlar pak uşaqlar olsunlar. Allah tutarmı? Gəldi deyir, ana bətnindən düşəndən sonra uşaq deyir ki, 9 ay ki orada qalacaq. Ana deyir, hər nəyə gəldi qulaq asmasın, çünki uşaqda təsir qoyacaq. Hər nəyə gəldi yeməsin, uşaqda təsir qoyacaq. Hətta uşaq dünyaya gələndən sonra uşağı deyir, hansı tərəfdən süd verəcək. Ona qədər bizə başa salır. Nə üçün? Çünki daha möhkəmin bizə çatdırmaq istəyir. Qur'an daha doğrusuna, daha möhkəminə, daha gözəlinə hidayət edir, daha əlasına hidayət edir. Məqsədi budur. Necə ən gözəl ana olmaq olar, onun qaydasını bizə öyrədir. Necə ən gözəl ata olmaq olar, onun qaydasını bizə öyrədir İslam dini. Necə gözəl ata olmaq olar? Boyunda olan vəzifələrin hamısını yerinə yedir. Ata olmaq o demək deyil ki, uşaq dünyaya gəldi, vəssalam. Onda sair heyvanlarla, sair canlılarla bizim nə fərqimiz oldu ki? Bunlar da biraz sonra məsələn, uşaq başlı-başına qaldı. Yox, uşağı bir tərbiyə elə. Uşaq sənin öhdəndədir. Uşağa ad qoymalısan, uşağa əxlaq verməlisən, uşağa Qur'an məhəbbətin, Allah məhəbbətin, Peyğəmbər məhəbbətini öyrətməlisən. Uşağın qəlbi əkilməyə hazır olan mümbit torpaqdır. Nə əksən çıxacaq orada gözəl şeylərə. İmam Ali ibn Əbi Talib əleyhissalam, İmam Həsən əleyhissalama dedi ki, mən bunu biləndən sonra daha şeytana icazə vermədim. Sənin qəlbində təsad toxumları. Gəldi gördü ki, yeri yoxdur. Hamısı əkilir bu ərazı. Mən budur eylənməm. Necə daha gözəl ata olmaq olur, onun qaydasını öyrədir İslam. Amma qaydasını da öyrədir ki, uşağın deyir, səni də cəhənnəmə aparmasın. Zübeyir deyir, bizdən idi. Onun oğlu Abdullah dünyaya gələnə qədər. Peyğəmbərin böyründə qılınc vuranlardan idi. İmam Ali Aleyhisselamın evinə uzun olan vaxtı hücum edib öldürmək istəyənlərdən biri də Zübeyir idi ki, Əli ibn Əbu Talibin müdafiə eləməkdən ötəri qılınc götürmüşdü. Götürdülər, əlin qolun bağladılar. Amma həmən Zübeyir günün birində gəldi Əli Aleyhisselamın yanındaydı, amma müqabilində dayanmışdı qılıncla onunla döyüşməyə. Əlinin müdafiə edən adam əlinlə döyüşməyə gəlir. Belə bir səviyyə. Nə səbəb oldudur ki, oğlu deyir səbəb olur. Oğlanlarımız bizi bu səviyyə gətirməsin, uşaqlarımız bizi bu səviyyə gətirməsin. Uşaq çörək yeyirlər, amma yox, çörəyin üstündə gərək nə bilim, böyründə bir toyuğu da olsun, kababı da olsun. Qardaş, bunu ver, bunu çörəyi ver, amma uşaq gəlib sonradan sənin verdiyin yeməklərdən təsirlənir. Kabab yedizdirməklə, yaxud cürbəcür ləziz yeməkləri yedizdirməklə fəsada uğrayacaqsa, ömrü həlak olacaqsa, fəlakətə gəlib çıxacaqsa deyir, o ləziz yeməyi uşağıma yedizdirmə, sən uşağıma od yedizdirirsən, qan yedizdirirsən, çirk yedizdirirsən, xəbərin yoxdur. Az yedizdir, amma naz yedizdir, beləncə, halal yedizdir. Təmizindən yedizdir. Yoxsa uşaqdan halal dadını ala bilməyəcəksən. Gələcəksən, vuracaqsən, deyəcəksən, axı, mən bu uşaqdan ötəri bütün ömrümü sərf eləmişdim. Uşaq mənim üzümə nə üçün ağ oldu ya? Uşağa halal yedizdirməzsən, huzuru olacaq. Gəldi Əli ibn Əbu Talib əleyhissalam Təmmarın yanına, Meysam-ı Təmmarın yanına, dedi ki, Meysam-ı Təmmarın yanına çox gedirdi, gəlirdi. Meysam dedi ki, ya Əli, biraz burada qal, mən gəlirəm. O qədər mehriban səhabədir, Meysam-ı Təmmar, Əli ibn Əbu Talib dedi, gel, mən sən üçün xurma satarım. Bazarda qalıb, cəmaat da görürlər ki, Əli əleyhissalam qalıb o piştaxların arxasında Meysam-ı Təmmar üçün xurma satır. Dedi ki, bir nəfər gəldi, belə sifətindən, belə qandaman adamlardan. Dedi ki, xurma neçəyadır, qəşəng xurmadır, dedi ki, bal kimi xurmadır. Bundan gözəl şirin xurma yoxdur bazarda. Əli ibn Əbu Talibdir. Onda bundan məsələn 2 kilo çək. Məsələn də, neçə kilo çəkəcəkdirsə çəkdi, verdi pulları Əli əleyhissalamın qabağına qəlb pul qoydu, saxta pul qoydu, çıxdı, getdi. Üstündən bir keçəndən sonra Meysam Təmmar gəldi, baxdı pullara, gördü ki, Əli ibn Əbu Talib xurmadan satıb, amma içərisində saxta pul da var. Dedi ki, ya Əli, bu pullar saxtadır, bilirəm. Dedi, bəs, bilim, narahat olma, bir yerdən səsi çıxacaq. Birazdan səsi çıxacaq, bir də gördülər, elə onda idi, həmən xurma alan bazarın tərəfindən qışqıra-qışqıra gəlir. Peyğəmbərin yeznəsidir, Peyğəmbərin qucağında böyəlir, əmir əl-müminindir, xəlifədir, cəmaatın qabağında imam cəmaat qalır, hökm soruşurlar, qəzavət edir, utanmır, qızarmır, bozarmır, nə bilim, xəcalət çəkmir, nə olub baxı, mənə şirin xurma adına zəhər kimi xurma satır.
Gəliblər cəmaat da, dost da, düşmən da belə həlqə alırlar, dairə alırlar. Qalıb kişi Əli əleyhissalamla üzbəyiz, necə deyirlər, döşür Əli əleyhissalamın canını. Ki Əli əleyhissalam da baxır, deyir, qardaş, nədir, səbəb nədir, niyə belə qışqırırsan? Deyir, səndən şirin xurma istədim, deyir, bəli. Mən də sənə dedim ki, bazarda bu xurmadan şirin xurma yoxdur. Bir dənə bundan yiyələr. Əli əleyhissalam götür, deyir, bal kimi xurma. Yox, bal kimidir, yedi gördü, zəhər kimidir. Bir ay cəmaatı, inanmırsınız, siz də gəlin bu xurmadan dadı. Bazarda da kim vardı, hər kəs bu xurmadan götürdü. Allah deyir, biraz da bəlkə də şirinliyi verdi həmən xurmaya. Kim yedi, dedi ki, bal kimidir. Kim yedi, dedi ki, bu xurmadan şirin xurma dünyada mən yeməmişəm. Bu xurmadan da yenə də var, hamısı belə düzülürlər. Dedi ki, mən də baxım, yenə də böyle zəhər kimidir. Dedi ki, bunun sirri nədir? Dedi, sən bilmək istəyən sirri nədir? Dedi, bəli. Sən istəyirsən zamanının imamından saxta pul verib şirin xurma alasan. Saxta pul verib şirin xurma almaq istəyirsən, olmayacaq. Olmayacaq. İndi gələk, halal pul yox, haram pulla uşaq böyətmək istəyirsə, istəyirsən sən ondan şirin uşağın dadını alasan, halal uşağın dadını alasan, olmayacaq. Təsirini qoyacaq hökmən. Hökmən təsirini qoyacaq. İnan ki, təsirini qoyacaq. Necə eləmisənsə, necə rəftar eləmisənsə, sənin uşağın da sənin o cürə davranacaq. Deyir, necə gözəl ata olmaq lazımdır, onu bizə öyrədir İslam dini. Necə gözəl qardaş olmaq lazımdır, İslam dini onu bizə öyrədir. Daha Həzrət Əbəlfəz ağadan ki, üstünü yoxdur, qardaşlıq misalıdır, üstünlük misalıdır. Nə bilim, Əhl-i Beytin ən gözəl nümunələrindən biri də kimdir? İmamlardan başqa Həzrət Əbəlfəzdir. Həzrət Əbəlfəz necə oldu bu məqama çatdı? Qur'anın ardıca düşəndə. Necə qardaş olmaq lazımdır, onu öyrədir bizə. Baxaq görək, özümüzü müqayisə eləyək, baxaq görək, qardaşlarımızda nisbətən biz bu cürə qardaş olmuşuq. Əli ibn Əbu Talibin balası, Həzrət Əbəlfəz kimi qardaş olmuşuq. Bizə bu cürə qardaş olmağı öyrədir. Bir anlığa özümüzə sual eləyək, Həzrət Əbəlfəz yox, sənsən. Sənsən həmən meydanda. İmam Hüseyin əleyhissalam da Kərbaladır, sənin qardaşındır. Qardaşını alırlar mühasiriyə, neçə gündür acdılar, susuzdular. Sən də neçə gündür susuzsan, döyüşürsən, qılınc vurursan filan, gəlmirsən, düşmürsən dizə qədər suyun içərisinə. Sudan içərsən, yoxsa yox, sana verəm Allaha. Amma Həzrət Əbəlfəz dedi ki, yox, mənim qardaşımın balası Rüqəyyə su içməyib, mən içməyəcəm. Bu cürə qardaş olmaq öyrədir bizə. Ən üstün qardaşlığı öyrədir. Ən üstün necə olmaq lazımdır, onu öyrədir. Həzrət Əbəlfəzə biz nə üçün aşırıq? Həzrət Əbəlfəz belə bir dənə üstünlüyü özündə cəm elədiyinə görə. Deyir, nə qədər Həzrət Əbəlfəz sağ idi, xeymədə nə qədər balaca körpələr vardı, nə qədər qadınlar vardı, nə qədər orada kişilər vardı, kişilərə qədər hamısı gedib rahat yatırdılar. Nə üçün? Sonra işlərin deyirdilər ki, Həzrət Əbəlfəz buradadır, burada heç kəs hücum edə bilməz. İcazə verməyəcək bizə xətər gəlsin. Qadınlardan da soruşsaydı, kişilərdən də soruşsaydı bilirəm. Xeyməsi xeymələrin önündə gələn bir dənə xeymə idi. Birinci öz xeyməsini qurmuşdu daha doğrusu. Öz xeyməsini qurmuşdu ki, düşmən qoşunu, düşmən baxırdı, ora hücum eləmək olmaz. Əbəlfəz oradadır, ora hücum eləmək olmaz. Evdəkilər də, xeymələrdəkilər də hamısı rahat yatırdılar, Əbəlfəz buradadır, deməli bizə hücum eləmək olmayacaq. Düşmən narahatdır, amma xeymələrdəkilər rahatdır. Belə bir dənə qardaş olmuşuq, Quran bizə bunu öyrədir. Ən yaxşısını bizə öyrədir. Quran bizə necə dost olmağı öyrədir. Ən yaxşı dost necə olmaq lazımdır, onu bizə öyrədir. O cürə dostların olma ki, pula görə dost olmuşsan. Pula görə dost olan pul qutaranda nə olacaq? Dostluğu da qutaracaq. Sənin dostluğun nə üzərində olsun? Bir Allah məhəbbətinin üstündə olsun. Elə bir dənə dost özünə seç ki, baxaq görək bir dənə özümüzdə mən bunu deyəndən sonra sual eləyək. Baxaq görək bu cürə neçə dənə dostumuz var. Hər kəs deyir, dost qazana bilmirsə, həmən adam acizlərin acizidir. Ondan da aciz odur ki, əlindəki dostu itirir. Bəs dost kimə deyirlər? Dost o adama deyirlər ki, sədaliyəcəm, amma baxa görək, neçəsi bizdə var. Dost o adamdır ki, sənin olan vaxtı da sənlə eyni rəftar edilir, olmayan vaxtı da sənlə eyni rəftar edilir. Yəni, sənin yanında da səni tərifləyir, sən olmayan vaxtı da sənin dalınca danışmır. Sən ona baxanda, sənin eyiblərini öz eyiblərini bilir, sənin uğurlarını öz uğurları bilir, öz müvəffəqiyyətləri bilir. Beləcə neçədən dostumuz var. Sənin başqa nəsə gəlsə elə bilir, öz başına gəlir. Bu cürə bilir. Sən ona öz ailəvi güvənib gedə bilərsən. Sən ona öz malığı, canını güvənib gedə bilərsən. Neçədən bu cürə dostumuz var? Quran-ı Kərimdə ki, bu cürə dost olun bir-birimizlə. O da nə vaxtı olur? İman üstündə dostluq edəndə olur. Deyir, Əl-əxilləy yevməyizən əduvvun. Qiyamət günündə bütün bu dünyada qardaş kimi olan dostlar hamısı nə olacaqlar?
Bir-birindən düşman olacaqlar. İllə muttəqun, təqvalılardan başqa. Nə üçün? Çünki onların deyir, dostluqları ondan ötəri deyirdi ki, gəlsinlər, məsələn, pul, yiyib, içmək filan, yaşıl olmaq, sinif yoldaşı olmaq, nə bilim, eyni bazarda al-ver eləmək. Buna görə də bunlar dostluğu gətirib qurmamışdılar. Bunların bir dənə meyarı vardı, o da nə idi? Allah məhəbbəti idi. Allah məhəbbətinə görə olan dostluqlar qiyamət günündə deyib peşman olmayacaqlar. Yoxsa gələcəklər, o insanlar ki, sair şeyləri özlərinə meyar götürmüşdürlər, gələcəklər barmaqlarını deyir, başlayacaqlar peşmançılıqdan az qala qopartsınlar, elə dişləyəcəklər barmaqlarını. Yoxma yağuddu zalimu əla yedəyi, əlin dişləyəcək peşmançılıqda. Deyəcək, ya leyd, kaş mən filan kəsdən dostluq eləməyəydim. O mənə dedi, gədə filan yerdə gitsək. O mənə dedi, gedək zina eləyək. O mənə dedi, gedək filan kəsi döyək. O mənə dedi, nə qədər mənə dedilər var. O mənə dedi, gedək filan kəsin xətrinə deyək. O mənə dedi, gedək filan günaha mürtəkib olayıq. O mənə dedi, onunla filan yerə səfər elədim. Kaş ki, mən filan kəsinlə dostluq eləməyirdim. Kaş vaxtın boş-boşuna keçirdən adamlarla oturub durmayaydım. Ən yaxşı dostu necə olmaq lazımdır, iman bizə öyrədir. Əhl-i Beyt bizə öyrədir, Quran bizə öyrədir. Deməli, Quranın dəvət elədikləri ən yaxşılardır. Elmli ol, əxlaqlı ol, ədəbli ol, ərkanlı ol. Amma bunların hamısını çalış bir yerə cəm elə. Sadəcə əxlaqın var, elmin yoxdur deyir, yox. Yaxşısan, amma tam yaxşı deyirsən. Tam yaxşı nə vaxt olarsan? Elminlə bir yerdə əxlaqın olsun, əxlaqınla bir yerdə elmin olsun. Bunların hamısını bir yerə cəm elə, ondan sonra sən üstün olacaqsan. Quran bizə ən yaxşısına dəvət edir. Nə qədər müqayisə oluna biləcəkləri varsa, yoxdur ümumiyyətlə Quranın müqabilində, yaşlılarının müqabilində müqayisə olunacaq. Amma əgər sənin zehninə nə gəlirsə, inanın ki, onlardan qat-qat yaxşısını Allah Teala bizə dəvət edir. Biz bunları yaddan çıxartdığımıza görə bizim başımıza nə gəlib. İnanın ki, buna görədir. Quran-ı Kerim deyir ki, sən ən yaxşısı olmalısan. Sən elmdə də ən yaxşısı olmalısan, savadda ən yaxşısı olmalısan, əxlaqda ən yaxşısı olmalısan, iqtisadiyyatda ən yaxşısı olmalısan. Hansı sahəyə gedirsənsə ged, ən yaxşısı kim olmalıdır? Sən olmalısan, müsəlman olmalıdır. Kuntum xeyrə ümmə. Sizdən gözəl ümmət yoxdur. Sizdən gözəl ümmət yoxdur. Bu cürə gözəlliyi necə olar? Hamısı batırlar, belə gözəlliyi olar. Bu gözəlliyi ona görə itirmişik ki, Quranın ayələri, Peyğəmbər sallavatullahın barəsində nazil olan ayə ki var, biri deyir, mən bir dəfə deyir, ağladım, baxdım deyir Azərbaycana, gördüm ki, qırılan kimdir? 1 milyondan artıq deyirdilər, qaçqın, nə qədər, 20 mindən çox, nə bilim, adam ölməsi, 50 mindən çox yaralanması, nə qədər adam itkin düşməsi, əsir düşməsi, bir baxdım, gördüm, qırılan kimdir? Müsəlman balası. Baxdım Fələstinə, qırılan kimdir? Müsəlman balası. Əfqanistana baxdım, qırılan kimdir? Müsəlman balası. Somaliyada qırılan kimdir? Müsəlman balası. Yəməndə qırılanlar kimdir bu dəqiqə? Müsəlmanlardılar. İraqda qırılanlar kimdir? Müsəlmanlardılar. Suriyada qırılanlar kimdir? Müsəlmanlardılar. Bir hara baxdım o Birmada, Arakanda qırılanlar kimdir? Onların yazıların adını çəkən yoxdur. Oxuyanda adam dəhşətə gəlir. Xəzər TV-də baxdım mən canlı sənədli verilişə. Bütpərəstlər onları alıblar mühasirəyə, asarlayıblar onların yaşadığı ərazini. Onların qırağa çıxmağa ixtiyarı yoxdur. Həmən yerdə, yüz illərlə həmən ərazidə yaşayırlar, amma ölkədə onlara vətəndaşlıq vermirlər. Çıxsa deyir, onların deyir, kim istəsə onları öldürə bilər. Hey, həmən onları adamı öldürən adamı tutmayacaqlar. Çünki belə bir adam siyahıda yoxdur dünyanın heç bir yerində. Vətəndaşlıqları yoxdur. Qiymətsiz bir adam kimi baxırlar bütpərəstlər onlara. Yazıların barəsində danışan yoxdur. Hətta oxuyanda ki, bəzi bayramları var, gedirlər onlardan öldürürlər, onları ətli edib satırlar, özləri üçün yeyirlər, bəzi ayinlərin, dini ayinlərin həyata keçirməkdən ötəri adam ümumiyyətlə dəhşətə gəlir ki, beləncə iyrəncdir. Bunların barəsində nə üçün danışmırlar? Qətliqan ediblər onları, bir dənə qətliam ediblər, onları, necə deyərlər, dünyanın ən böyük terrorların orada yerinə getirirlər. Həmən bu cihad deyən, daş onların başlarına düşsün. Əgər sən müsəlmanlara nicat vermək arzusundasınsa, ged bütpərəstlərin əlindən. Özü şiyə də deyirlər, ha. Hamısı sünni məzhəbindən olan qardaşlarımızdır. Ged onları müdafiə elə də. Qırılırlar, batırlar, onların barəsində heç danışan yoxdur. Deyib, baxdım orada müsəlmanlar. Hara baxdım, gördüm, qırılan müsəlmanlardır. Deyib, sonradan özümə sual elədim, ilahı, bu nə daxil müsəlmanların başına gəlir? Getdim Peyğəmbərin qəbrinin yanına, dedim ağladım. Sonradan gəldim, istixarə elədim. Əgər Allahla danışmaq istəyirsənsə, özün namaz qıl. İstəyirsənsə, Allah səndən danışsın, otur Quranı oxuy. Mən də istixarə elədim, xüsusi qayda ilə istixarəni açdım Quranı.
Ki bəzən görürsən ki, doğrudan da qabağına problem çıxıbsa onun ayəsi elə bil gəlir. İstixarə eləyənlər bilirlər. Ki, açdım, istixarəni elədim, cavabımı tapdım. Gördüm ki, müsəlmanların bu cür olmağının səbəbini axtarırdım axı. Gördüm ki, bu ayə çıxdı mənim qabağıma. Peyğəmbər sallallahu qiyamət günü Allaha şikayət eləyir. Və qalə Rəsulü ya Rabbi innə qovmi ittəxəzə hazır Qur'anə məhcura. Bağladım, Qur'anı qoydum, dedim ki, ilahi mən başa düşdüm. Mənası nədir bu ayənin? Peyğəmbər sallallahu qiyamət günündə şikayət eləyəcək. İlahi, mənim qovmum bu Qur'anı götürdülər, amma tərk olunmuş halda götürdülər. Hamımız Qur'an bilirik, Qur'an məhəbbəti varımızdır. Amma Qur'anın dəvət elədiyi daha möhkəmlər var ha. Onlardan neçəsini bilirik. Əksəriyyətimiz görürsən ki, nə qədər boşluqlarımız var. İmam Hüseyn əleyhissalam hələ təsəvvür eləyin olmasaydı, Kərbala olmasaydı nə olacaqdı? Ey boşluqlar, ay maşallah olacaqdı ya. İmam Hüseyn əleyhissalam elə bil, yanmaq üzrə olan İslamın ağacına neynədi? Öz qanı ilə su verdi. Diritdi bu ağacı, dirçətdi. Ağac yenə də başladı var vermək. İmam Hüseyn əleyhissalamın qiyamının nəticəsi idi ki, Yezid aradan getdi. Yezid nə edirdi? Eşidərsiniz. Ya da oxuyarsınız barəsində. Yezidin bir dənə meymunu vardı, adını qoymuşdu Əbu Qeys. Paltar geyindirmişdi ona, at belində o tarafa aparırdı. Hər kəs də buna desəydi ki, bu meymundur, cəzalandırırdı onu. Buna nə üçün meymun deyirsən? Bu Əbu Qeysdir. Əbu Qeysdir. Sonradan da günün birində Əbu Qeys öldü, həmən bu meymun. Yezid onun üçün yas qurdurdu. Cəmaat da gəliblər, elə ağlayırlar, bilmirlər Əbu Qeys nədir. Hamısı ağlayırlar. Alimlərimizdən biri vardı, əgər də Hüseynindir, Kərbalası olmasaydı, biz bu gündən hamımız Yezidin həmən bu Əbu Qeys adında meymunu üçün ağlayacaqdı. İmam Hüseyin əleyhissalam gəldi, neynədi? Bizi bu cür gülün dişlərdən qurtardı. Yezid nə deyirdi? Din olsun, namaz olsun, oruc olsun. İstəmirdi ya. Diləybət haşimü bil mulk, la xəbərinca əvəla vəhyün nəzər. Nə namaz var, nə oruc var, nə vəhiy var. Bunlar hamısı uydurmalardılar. Bəni Haşim özlərindən uydurdular. Qur'anı ümumiyyətlə inkar eləmişdi. Amma deyir, Eyqiyyoda xəlifə olmaqdan ötürü cəmaat namaz qılırlar da. Mən deyəm, mənəm ki, namaz qılır. Namazları qalsın, amma böyründə gələ inəyək. Özümüzdən əlavələr gətirək. Nə? Namaz qılsın, amma böyründə barı da olsun. Bugünkü müasir, Yezidin təbliğatı bu idi. Rəqqasələr olsun, bar olsun, şərab olsun, zina olsun, hər nə olsun. Namaz, şərabit gələrsən, məsələn, namazı da qılarsan, nə var ki, namazla şərabı bir yerə cəm eləsən, nə olar ki? Zina da elə, nə biləm, əyyaşlıq da elə, qumar da oyna, hər nə olsun, amma rəsmi şəkildə olsun. Şöyle, həmən bu Yezidin gətirdikləridir ki, bu günləri müsəlman ölkələrinə baxırsan, at yarışları, nə biləm, elə ölkəmizdə də çox uzağa getməyək, gəliblər, ailə sevinci, ailələri bədbəxt ediblər, qoyublar orada, bu adına nə qədər qumar biletləri filənləri satırlar. Hamısı qumar. Yezid belə şeylər istəyirdi. Yezid belə şeyləri istəyirdi, amma Hüseyn nədir? Bilir ki, bunlar hamısı batildilər. Sən əgər Hüseyn məhəbbəti ilə yaşayan adamsansa, gələ bu batili bu günləri tanıyarsan. Sən bu batili tanımalısan, sən bu batilin ardınca düşməməlisən. Axı sənin bu Qur'anın ki, sənə nazil olur, o səndən daha yaxşısını istəyir. Daha yaxşısı nədir? Sən bu zırə belə hədərə şeylərin ardınca düşmə. Hədərə şeylərin ardınca düşmə. Sənsin qalan işlərin ardınca düşür. Səni ali eləyən işlərin ardınca düşür. Səni üstün eləyən işlərin ardınca düşür. Elə bir dənə cəmiyyət yaradın ki, həmən cəmiyyətdə balacasından böyünə qədər hamısı bir-birindən can deyirlər, can eşidirlər. Cəmiyyət bir İslam cəmiyyəti belə bir dənə cəmiyyətdir ki, necə barmağın, ayaq barmağı var, bir dənə çəçələ barmağı var, nəsə bir dənə zədə gələndə sən onun ağrısından bütün bədənin yata bilmir. Bir müsəlman cəmiyyəti də bu cürədir. Bütün dünyanın o biri başında bir dənə müsəlman əziyyət çəkirsə, sən burada rahat yatmamalısan. Sən rahat yatmamalısan. Dünyanın o tərəfini danışmayaq. Öz cəmiyyətimizdən danışaq, öz Azərbaycanımızdan danışaq. Beləcə bir dənə Azərbaycan qurmaq lazımdır. Belə bir dənə millət qurmaq lazımdır, belə bir dənə xalq qurmaq lazımdır. Allahın istədiyidir bu. Deyir ki, budur olsa ən üstün olacaqsan. Can deyib can eşidən cəmiyyət. Bir-birlərinin qeydinə qalan cəmiyyət, bir-birlərinə da yırtıcı kimi baxıb, ondan necə eləyim ki, şəxsi mənafiyindən ötürü istifadə eləyim, bu cürə fikirləşən cəmiyyət olmamaq lazımdır. Bu cürə olsan, sənin də başına gələcək gözdə. Gecə tezi var. Din nə deyir? Din sən bir-birinizin qeydindən qal, bir-birinizdən mehriban olun, bir-birinizin inkişafından ötəri çalışın. Əgər sənin qonşunda az yatırsa, qonşunu səndən soruşacaqlar. Qonşunu deyir, o qədər tapşırdı. Cəbrail əleyhissalam mənə Peyğəmbər hədisidir. Qorxdum ki, adam öləndə qonşu adamdan irs aparacaq. Bu cürə deyib fikirləşirdi. Qonşunu bizə tapşırır.
Kəndini sənə tapşırıb. Səndən istəyir ki, Həzrət Əbəlfəz xasiyyətində olasan. Həzrət Əbəlfəz xasiyyətində necə olur? Həzrət Əbəlfəz xeyməcahda olan vaxtı düşmən gələ bilmirdi, xeymədəkilər də rahat yatırdı. Sən öz kəndində Əbəlfəz olmusan, mən Əbəlfəz olmuşam öz cəmiyyətimdə. Sual eləyək. Yəni, Əbəlfəzin xasiyyəti nə idi? Hamısı rahat idi. Mən kənddə olanın cəmaat rahat yata bilirlər. Belə bir dənə at çıxartmışam, Əbəlfəz xasiyyət olmuşam. Ki, uzaqdan baxan düşmən baxsın, bura hücum eləmək olmaz. Burada Əbəlfəz xasiyyətində adam var. Əbəlfəz xasiyyətində olan yerə hücum eləmək olar. İslamın bizdən istədiyi budur. İmam Hüseyn əleyhissalam belə ali dəyərlərdən ötəri gəlmişdi. Elə ondan ötəri idi ki, Həzrət Əli Əkbər əleyhissalatu vəssalamın barəsində oxuyuruq tarixdə. Həzrət Əli Əkbər ki, bu günləri gecəsidir, elə bir dənə gözəl əxlaqı var idi, elə bir dənə gözəl elmi var idi, elə bir dənə gözəl siması var idi ki, daha dillər əzbəri. Nə üçün dillər əzbəri olmuşdur? Əli Əkbərin, İmam Hüseyn əleyhissalamın övladlarının içərisində bir dənə xasiyyəti var idi. Nə idi xasiyyəti? Muaviyyədən bir dəfə soruşdular, Allah lənət eləsin ki, xəlifəliyə daha layiq olan kimdir? Məali Sibtən kitabında bu nəql olunub həmin bu rəvayət dedi ki, Əli Əkbər, Hüseynin oğlu Əli Əkbər. Nə üçün? Çünki onun bir tərəfidir Bəni Haşimdir, ana tərəfi isə gəlib bizə çıxır. Anası Bəni Üməyyədən idi. Bəni Üməyyə haçansa qız vermişdilər, yəni Əli Əkbərin ana tərəfdən nənəsi Muaviyyənin bacısı qızı idi, belə bir şey olmalı idi. Deyir ki, onun çünki ana tərəfdən bizə gəlir çıxır, ata tərəfdən isə